İmam Əli əleyhissalam, İmam Sadiq əleyhissalam ki buyurur, İmam Əli əleyhissalam da buyurur ki, mən bir il ərzində kimin başına nə gələcək, mən hamısını bilirəm. Həzrət Əli əleyhissalam deyir. Bir il ərzində günbəgün, səhər, axşam, günorta kimin başına nə gələcək, hamısını bilirəm. Bizim də sevdiyimiz İmam Əli, biz də sevirik. Abu Bəkri, Öməri, Osmanı və s. olacaq sahabələri sevirik. Heç biz müsəlmanlardan görmüşsünüz ki, o sevdiyimiz sahabələr, o sevdiyimiz Əhl-i Beyt haqqında bu kimi xurafat, nağıl, alçaldıcı olacaq sözlər danışaq? Yox. Elə isə o dində qalmaqla nəinki Allah və onun Rasuluna qarşı çıxmış olursunuz, hətta Əhl-i Beyti bilərəkdən təhqir və tənqid etmiş olursunuz. Vallahi biz də sevirik. Məsələn, Abu Bəkir, Öməri, onlar haqqında belə gülməli, komik, küfür olacaq sözlər danışdığımızı görmüsünüz. Hə? Çünki bizim hədislərimiz Allaha və onun Rasuluna dayanır. Amma bu əqidənin daşıyıcılarının hədisləri ancaq və ancaq şirkə, küfrə dayanır. Yəni Allaha dayanacaq bir xəttə dayanmır. Güya bu sözü deməsən, İmam Əli hörmətdən düşəcək. Subhanallah. Kimin başına nə gələcək, mən hamısını bilirəm. Həzrət Əli əleyhissalam deyir. Bir il ərzində günbəgün, səhər, axşam, günorta kimin başına nə gələcək, hamısını bilirəm.